Əzizim Paşa, əzizim deyək ki, Anar bəy, bizim problemimiz nə Qurban bəydir, nə mən deyiləm, nə deyək ki, biz əksinə bu İlham bəylə, İlham Əliyevdən problemi həll edək, sonra yığışaq Bakıya, orada mərd-mərdanə bir-birimizin, yəni elə bir dövlət quraq ki, o dövlətdə hamı öz sözünü mərd-mərdanə deyə bilsin və onda çıxaq bir-birimizin nöqsanlarını bir-birimizin üzünə deyək. İnanın mənə, bax, mən bugün nəyə görə deyirəm ki, bir-birinizin yanında durun. Bax, Fransada, Avropa, həmən bu gördüyüm, mənim bu yaşadığım şəhərdə bunlar niyə bir xoşbəxtdirlər, bu da bilirsiniz. Ona görə ki, məsələn, heç tanımadığı bir adam, yolla gedən bir insan görər ki, kimsə kimsəyə qarşı haqsızlıq eləyir, sıraz gedir o haqqın yanında dayanar və polisə zəng eləyər və yaxud da kiməsə xəbər verər ki, burada kiminsə hüququ pozulur. Bilirsiniz. Belə olmasa biz dövlət qura bilmərik.